Gördüyünüz bu balaca məscid Füzuli rayonunun Əhmədbəyli kəndində yerləşən məsciddir. Amma bu məscidin digər ölkədəki başqa məscidlərdən çox böyük bir ciddi fərqi var. Bu məscid Vətən müharibəsində şəhid olmuş 2400-2500-dən artıq şəhidimizin yuyulmasına, kəfinlənməsinə, tabutlarda qoyulub, bayrağa sarılıb, rayonlarına yola salmaqında birbaşa şahidlik eləmiş bir məsciddir. Baxın, bu divarlarda hamısı ayrı-ayrılıqda Azərbaycanın müxtəlif rayonlarından, regionlarından olan şəhidlərimiz var. Hamısının şəkli haqqında məlumatları, rütbələri yazılıb. Bacardıqları qədər ayrı-ayrılıqda hamısını rayonlar üzrə komplektləşdiriblər. Məsələn, bu Səlyan şəhidləridir, bura Quba şəhidləridir, bura Ağdaş şəhidləridir, Şəki şəhidləri, Hacqabul şəhidləri. Baxın, qeyd olunub, yuyulub kəfənləndiyi məscid. Şirvanın, digər Samuxun, Ağstafanın, İmişlinin, Astaranın, Saatlının, eləcə də sütunları görürsünüz. Hamısı şəhid şəkillərlə bəzədilib. Eləcə də bu birisi divar. Hamısı şəhidlərin şəkilləridir, hamısı haqqında məlumat var. Burada Biləsuvar şəhidləridir, orada Zərdab şəhidləridir, Beyləqan şəhidləridir, Sumqayıt şəhidləridir. Burada Gəncə şəhidləridir. Baxın, xeyli şəhid şəkli var, burada məlumatı var. Ağsu rayonu şəhidləri var, Tovuz rayonu şəhidləri var, Yevlax rayonu şəhidləri var, Qobustanın, Şamaxının o divara qədər uzanır gedir şəhidlərin şəkli. Allah hər birinə rəhmət eləsin. Şəhidlərə baxarkən, şəkillərinə baxarkən burada mənim öz doğma əmim nəvəsi Cəmil Məmmədlinin də şəklini gördüm. O da buradan kəfənlənib, tabutda yola salınıb İsmailliyə. Amma çox təəssüf ki, burada onu Naxçıvan şəhidi kimi qeyd ediblər. Amma bu Naxçıvan şəhidi deyil, İsmailli şəhididir. Məmmədli Cəmil Habiloğlu. Yetkili şəxslərdən çox xahiş edirəm, imkan daxilində buna düzəliş eləsinlər. Naxçıvan şəhidi yox, bunu İsmailli şəhidi kimi qeyd eləsinlər burada. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qəbirləri nurla doldursun inşallah.